Buyur qardaş, fəhlə lazım idi. Qardaş, nə iş lazım olsa eləyərik. Biraz araldır görüm, ay ağzıma girmə, deyən görə. Həyətdə bir 1000 dənə kubik var, hansız yığa bilərsiniz onu, evin dalına yığılmalıdır. Neçə eləyəcəksiniz? 100 manat versən gələrik ikimiz. Ay, yox, nə danışsan, 100 manat nədir? Başınız xarabdır sizə, ya kişi. Siz milyoner olmaq istəyirsən. Qardaş, biz də belə çörəyimizi qazanırıq da. Hər əvzə 20 manat verirəm, nə var ki orada? Gəlin 1 saatlıq iş var da, 1 saata kim 20 manat qazanar? Yox qardaş, o heç sərf eləmir, yəni bu istinin günündə getmək, işləmək. Mən gələrəm qardaş. Görürsünüz, cəmaat işləmək istəyir, görürsünüz. Səhərdən axşama kimi oturursunuz burada, klient gələndə də ağız burun əyirsin. Bəsdir də, yekə kişisən, çörəyimizə niyə girsən, qəp quruşa işləyirsən sən? Neyiniyim, xəstə uşağım var. Mən ona 5 manat taparsam böyük şeydir. Mən gedərəm qardaş, gedək. Gəl qardaş, gəl otursan. Qardaş, mənim evimə niyə gəldik? Səbirli ol, deyəcəm indi. Qardaşım, heç bir işimiz yoxdur. Sən də mənim qardaşım. Uzun zamandır mənə övladım olmurdu. Bugünlərim çox gözəl bir xəbər eşitmişəm. Mən də onu görə bilmədim neyniyim. Dedim ki, həqiqətən bugün ehtiyacı olan bir nəfəri sevindirim. Bunu götür. Bu günlərim istəyirəm ki, gedəsən vaxtığı işivə yox, ailəvə, övladlarına ayırasan başında dayanasan bugün. Allah sənin kimi təmiz ürəkli qardaşlarıma eləsin. Allah razı olsun səndən.